Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün izləyicilərimin istəyi ilə meyvə şirniyyatının hazırlama qaydasını paylaşacağım. Əvvəlcə qabın içərisinə 3 ədəd yumurta, 1 cimdik duz, 1 ədəd vanilin, eləcə də 200 ml stəkanla 2 stəkan şəkər tozu əlavə edib mikserlə qarışdırıram. Qeyd edim ki, ərzaqların hamısı otaq temperaturunda olmalıdır. Daha sonra üzərinə 250 qram yumuşaq çərəyağı əlavə edib yenidən qarışdırıram. Üzərinə 1 stəkan qatıq tökürəm. Qatığı xamı ilə də əvəz edə bilərsiniz. Sonda isə unu əlavə edirəm. Unun üzərinə 1 paçka yarım qabartma tozu tökürəm. Unu az-az əlavə edib xəmir yoğururam. Bu xəmir üçün 200 ml stəkanla 7 stəkan undan istifadə etdim. Daha sonra xəmirdən kiçik hissələr götürüb kündələyirəm. Gördüyünüz kimi yumuşaq bir xəmir alınır. Kündələrin çəkisi 50 qram olmalıdır. Tərəzi ilə çəkirəm və yumurlayıb soba listinin içərisinə yığıram. Bu qayda ilə yığdıqdan sonra üzərindən astaca biraz basıram. Və daha sonra əvvəlcədən qızdırılmış 150 dərəcəlik sobada alt-üst rejimdə yarım saat bişirirəm. İndi isə armud formasını sizlər üçün paylaşıram. Necə hazırlanır? Yenə də 50 qramlıq kündələr götürülür. Kündələdikdən sonra belə bir forma verilir. Artıq şaftalılar bişib. Bişirən zaman baxın ancaq alt hissəsi qızarmalıdır, üzəri isə ağ qalır. Soyduqdan sonra alt hissəsində belə bir oyuq açıram. Armudu da bu qayda ilə hazırlayıram. Şaftalı şirniyyatını bişirən zaman üzərində çatlar əmələ gələrsə, içərisindən çıxan ovuntularla çatları itirmək mümkündür. Baxın, bu qayda ilə çatlara ovuntu doldurulur.
Ovuntuları narın hala gələnə qədər ovuşdururam və bir banka qaynadılmış qatlaşdırılmış südün içərisinə əlavə edib qarışdırıram. Daha sonra şaftalı şirniyyatının içərisi bu qayda ilə doldurulur. Və içi isə bir-biri ilə birləşdirilir. Digər şaftalılar da bu qayda ilə hazırlanıb yığılır. Əgər istəsəz, zövqə görə içliyin içərisinə qozqəfəs də qatmaq olar. Ayrıca bir qablarda su götürülür. Qabın birinin içərisinə qırmızı boya, digərinin içərisinə isə sarı boya tökürəm. Boya şirniyyatlar üçün istifadə olunan boyadır. İlk öncə armud şirniyyatını sarı boya ilə boyayıram və salfetin üzərinə yığıram. Salfetin üzərinə yığmaq lazımdır ki, biraz suyu dərilsin. Daha sonra isə şəkər tozuna vururam. Boyalı sudan çıxaran zaman şəkər tozu vurduqda, şəkər tozu şirniyyatın üzərində topak şəklində qalır. Ona görə salfetin üzərinə yığırıq, biraz suyu dərilir, daha sonra isə şəkər tozunu vururuq. İndi isə şaftalı şirniyyatını hazırlayıram. Şaftalı şirniyyatını da əvvəl sarı, daha sonra isə qırmızı boya ilə boyayıram. Şirniyyatları patnosun içinə yığıram və beləcə suyu tam quruyana qədər saxlayıram. Təxmini 4-5 saat saxladım. Suyu tam quruduqdan sonra isə yarpaqlarını qoyuram. Mən yarpaqlarını təbii yarpaqlardan, yəni ağacda olan yarpaqlardan istifadə etdim. Siz zövqə görə mağazalarda satılan güllərin yarpaqlarından istifadə edə bilərsiniz. Əziz xanımlar, artıq mənim meyvə şirniyyatım hazırdır. Əgər siz də mənim bu reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.